Salam dəyərli Bütöv Azərbaycan kanalının izləyiciləri, xoş gördük sizləri. Biz bugündən Sözün Sınağı, Tarixin Qınağı adlı bir verilişə başlamaq istəyirik. Ədəbiyyat Ünsiyyətinin aparıcı elmçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy. Aslan müəllim bir məqama toxundu burada. Səmədqurun Arazları Terepləri. Bizim poeziyamıza Azərbaycançılıq məfkurəsini gətirən ustad şairdir. Bir. İkincisi, Səməd Vurğunun Azərbaycan ədəbiyyatında məxsusi yeri var. Dövrü var. Yəni Səməd Vurğun ədəbiyyatımızda Səməd Vurğun dövrü. Üçüncüsü, Səməd Vurğun özünün parlaq üslubunu yaradan bir şairdir.